Qusarda Azərbaycan Milli Mətbuatının 151 illiyinə həsr olunmuş dini mövzuların mediada təqdimatı, dini sabitliyin qorunmasında birgə məsuliyyət mövzusunda konfrans keçirilib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət qurumlarının nümayəndələri, media rəhbərləri, jurnalistlər, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak ediblər. Konfransın giriş sözü ilə Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov açaraq qonaqları salamlayıb, milli mənəvi dəyərlərin qorunması, dini tolerantlıq mühitinin möhkəmləndirilməsi və bu istiqamətdə medianın rolundan danışıb. Tədbirdə çıxış edən dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkədə dini maarifləndirmə sahəsində həyata keçirilən layihələr barədə bilgi verib. O, hər məsciddə kitabxana layihəsinin əhəmiyyətindən danışaraq bu təşəbbüsün dini icmalar arasında maarifçiliyin gücləndirilməsinə xidmət etdiyini bildirib. Ramin Məmmədov çıxışında Azərbaycanın tolerantlıq və multikulturalizm mənələrini əks etdirən Azərbaycan sülh və harmoniya məkanı layihəsinin də ölkəmizin beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb. Sonra digər çıxış edənlər dini mövzuların mediada işıqlandırılmasının yüksək peşəkarlıq və məsuliyyət tələb etdiyini bildiriblər. Qeyd olunub ki, dini mövzuların obyektiv, savadlı və manipulyasiyalardan uzaq formada təqdim olunması medianın üzərinə düşən əsas vəzifələrdəndir. Media və din bizim hər zaman müzakirə elədiyimiz və hər zaman da müzakirəyə açıq olan, aktual olan bir mövzudur. Bu dəfə isə biz din və media mövzusunda xüsusilə dini sabitliyin qorunmasında birgə məsuliyyətdən danışacağıq. Yəni, dini sabitliyin qorunmasında həm medianın, həm də dini qurumlarla isə Dövlət Komitəsinin, eyni zamanda dini icmaların, din xadimlərinin əməkdaşlıq imkanları, bu sahədə həssaslığın necə qorunması, eyni zamanda hətta belə demək mümkündürsə, həssaslıqla yanaşı obyektivlik və həssaslığın ortaq nöqtəsinin tapılması müzakirə edəcək. Konfrans daha sonra panel müzakirələrlə davam edib. Dini qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun moderatorluğu ilə keçirilən ilk panel rəqəmsal media və dini diskurs, informasiya manipulyasiyası və dezinformasiya mövzusuna həsr olunub. Paneldə rəqəmsal platformalarda dini məzmunun təqdimatı, dezinformasiyanın yaratdığı təhlükələr, sosial şəbəkələrdə dini mövzular ətrafında aparılan manipulyasiyalar, informasiya təhlükəsi və media savadlılığının artırılması məsələləri müzakirə edilib. Çıxış edənlər dini mövzularda yayılan yanlış məlumatların cəmiyyətə mənfi təsir göstərə biləcəyini vurğulayaraq peşəkar jurnalistikanın əhəmiyyətindən danışıblar. Milli mənəvi dəyərlər sistemimizdə dinimizin olduqca önəmli bir rolü var, önəmli bir qatqısı var. Bu mənada həmin mövzu, yəni bu mövzuda müxtəlif materiallar işləndiyi zaman biz istər-istəməz o həssaslığı nəzərə almalıyıq. İstər-istəməz o informasiyaların təqdimatında o məqamları, o incə detalları nəzərə almalıyıq. Çünki hər zaman nə deyirik, jurnalistika cəmiyyətə təsir etmək gücünə malik sosial-siyasi institutdur. Və cəmiyyətə təsir etmək gücünə malik olan bir təsisat olaraq, institut olaraq biz cəmiyyətə təsir qüvvəmizin nə dərəcədə olduğu məsuliyyətini də anlamalıyıq. İkinci panel isə Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu'nun moderatorluğu ilə keçirilib. Peşəkarlıq və dini savadlılıq, mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti mövzusunda təşkil olunan müzakirələrdə jurnalistlərin etik məsuliyyəti, dini savadlılığın artırılması, milli mənəvi dəyərlərin qorunmasında medianın rolu, dini mövzuların balanslı və obyektiv təqdim edilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, dini mövzuların peşəkar işıqlandırılması cəmiyyətdə həmrəyliyin, qarşılıqlı hörmətin və tolerantlıq mühitinin möhkəmlənməsinə xidmət edir. Tədbirin sonunda dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov yekun nitqi ilə çıxış edərək, konfransda səsləndirilən fikir və təkliflərin media ilə dövlət qurumları arasında əməkdaşlığın daha da güclənməsinə töhfə verəcəyini bildirib. Tədbirin sonunda dini mövzuların işıqlandırılmasında fərqlənən media nümayəndələri mükafatlandırılıb. Elçin Şural, Qafqaz TV.